Çox sağ olun, çox hörmətli Əli müəllim, hörmətli həmkarlar və dəyərli media təmsilçiləri. Olduqca vacib bir qanun layihəsi ətrafında fikirlərimizi sərgiləmiş oluruq bugün. Çünki toxumçuluq haqqında qanun layihəsi bir çox parametrlərinə görə, xüsusilə də məndən qabaq çıxış edən hörmətli həmkarlarım istər qida təhlükəsizliyi baxımından, istərsə ki, aqrar sektorun inkişafı nöqteyi nəzərindən belə bir qanun olmasının çox vacibliyini qeyd elədilər və nəticə etibarilə bəli, sözün əsl mənasında günün tələbinə cavab verə biləcək bir qanun layihəsidir və bundan da irəli gələrək bir sıra vəzifələrin icra olunması bütövlükdə aqrar sektorun dayanıqlı inkişafına səbəb olmaqla yanaşı, yəni ilk mərhələdə toxumçuluq sektorunda köklü islahatların həyata keçirilməsi və daha geniş mənada ölkəmizin aqrar sahədə yeni uğurlara imza atmasına səbəb ola biləcək bir qanun layihəsidir və bununla yanaşı təbii ki, burada bir neçə məqam var, mən ona da diqqətinizi çəkmək istəyirəm. Xüsusilə də təmsil etdiyim dairədə, misal üçün Nardaran qəsəbəsini götürsə və digər Bakı ətrafı qəsəbələrdə də bostançılıqdır, tərəvəzçilik, bağçılıq, gülçülük və digər sahələrlə bilavasitə məşğul olan şəxslər vaxtaşırı bizlə görüşən zaman eyni zamanda toxumçuluq məsələsinə də toxunurlar və xüsusilə də daha keyfiyyətli toxum sortları ilə, növləri ilə təmin olunması və nəticə etibarilə də bütövlükdə rəqabətə dözümlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə səbəb olacağını xüsusilə vurğulayırlar. Bu baxımdan düşünürəm ki, toxumçuluqla bağlı olan yeni yanaşma istər-istəməz həm də bu sahə ilə məşğul olan bilavasitə fermer təsərrüfatların da diqqətinə, maraqlarına cavab verməklə yanaşı, həm də tamamilə yeni bir mərhələyə qədəm qoymağın səbəb ola biləcəkdir. Xüsusilə də bu istiqamətdə bizim fermer təsərrüfatlarının əgər fəaliyyətinə nəzər salsaq. Digər bir ikinci məsələ, mənim üçün də önəmli olan məsələ həm də budur ki, istər-istəməz biz qonşu dövlətlərin təcrübəsinə də diqqət yetiririk. Eyni zamanda toxumçuluq sahəsində, xüsusilə də MDB üzv olan ölkələrdə biz görürük ki, o ölkələrdəki toxumçuluq sahəsi inkişaf etdirilir və orada da həm də toxumçuluq sektorunda çox fəal surətdə təmsil olan qeyri-hökumət təşkilatlarında biz görürük çox sayılı assosiasiyalar, fondlar, o müxtəlif seleksiya işlərinə məşğul olan subyektlərin maraqlarının, hüquqlarının qorunması ilə əlaqədar fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının kifayət qədər böyük bir şəbəkəyə və çevrəyə malik olduğunu görürük. Bu baxımdan düşünürəm ki, bizdə də gələcəkdə ola bilər ki, toxumçuluq sahəsi ilə bilavasitə, yəni məşğul olmasa da belə, ən azından toxumçuluq haqqında qanun qəbul olunduqdan sonra onun vəzifəsinin icra olunması ilə də bilavasitə yaxından iştirak edə biləcək bizim çox sayılı qeyri-hökumət təşkilatlarımızda formalaşa bilərlər və nəticə etibarilə biz bilirik ki, bölgələrdə aqrar sahədə xüsusilə də həyata keçirilən islahatların uğuru həm də vətəndaş cəmiyyəti institutlarının da bu prosesdə iştirakını da zəruri edir və bu baxımdan düşünürəm ki, bizim bölgələrdə xüsusilə də aqrar məsələlərlə məşğul olan və ən azından bu sahədə təbliğat və təşviqat işlərini həyata keçirən qeyri-hökumət təşkilatları şəbəkəsinin formalaşmasında da eyni zamanda bizim aidiyyəti dövlət qurumları bir dəstək göstərməlidirlər və nəticə etibarilə də tək toxumçuluq haqqında qanun yox, digər sahələrə də biz diqqət yetirsək, indi bugün müzakirə edəcəyimiz birinci oxunuşda olacaq digər qanunlarımızda var, balıqçılıq və digər sahələr. Eyni zamanda da burada bir vacib bir məsələni də xüsusilə diqqətinizə çatdırmaq istəyirəm. Cənab Prezidentin rəhbərliyi altında keçirilən müşavirə, hansı ki 2026-cı ilin may ayının 25-də keçirilmişdi. Orada çox vacib bir mesajlar dilə gətirildi və o mesajların da biz ayrı-ayrı aqrar sektordakı sahələrin inkişaf etdirildiyini də biz görürük və o prosesdə də qeyri-hökumət təşkilatlarının iştirakı bu baxımdan olduqca vacibdir. Nəticə etibarilə düşünürəm ki, çox vacib və günümüzün tələblərinə cavab verə biləcək bir qanun layihəsidir və bütövlükdə mən bu qanun layihəsinə səs verəcəm. Diqqətinizə görə çox sağ olun.